Həyati təhlükə ilə üzləşən sərhəd pozucuları təxliyə edilmişdi. Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. May ayının 25-i saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Xudad sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunmuşdu. Sərhəd zastavası dərhal silaha komandasına qaldırılaraq xidməti əraziyə qapadılmış, Rusiya Federasiyasının sərhəd nümayəndəliyi məlumatlandırılmışdı. Dövlət sərhədini pozmağa cəhd edərkən Samur çayının təhlükəli relyefi və güclü axınında köməksiz vəziyyətdə qalaraq həyati təhlükə ilə üzləşən sərhəd pozucularının xilas edilməsi məqsədi ilə təxirə salınmaz tədbirlər həyata keçirilmiş. Sərhədçilərin peşəkar müdaxiləsi nəticəsində onların təxliyəsi mümkün olmuşdu. Saxlanılan şəxslərin Pakistan İslam Respublikası vətəndaşları 1975-ci il təvəllüdlü Begüm Raqiya, 1991-ci il təvəllüdlü Ahmet Süleyman, 2000-ci il təvəllüdlü Sümeyra Süleyman Ahmet, 2021-ci il təvəllüdlü Süleyman Muhammed Sultan, 2022-ci il təvəllüdlü İskəndər Muhammed Sultan olduğu müəyyənləşdirilmişdi. Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdi.